Mübarək Rəcəb ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma ayıdır. Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən nəql edirlər. Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər. Eynər Rəcəbiyyum, hardadır Rəcəb ayının əhli? Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dür və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində 1000 mələk və sol tərəfində